Salam, əziz və dəyərli izləyicilər. Bugün biz sizinlə buraxılış imtahanının bir sualından danışacağıq ki, bütün imtahanda mətn üzrə bu sual düşür. Müddəa və fakt. Nədir müddəa, nədir fakt? Müddəa irəli sürülən fikir deməkdir və biz heç vaxt müddəanı mətndə olan konkret bir cümlə ilə göstərə bilmərik. Müddəa ümumiləşdirilmiş şəkildə göstərilməlidir. Məsəl üçün, quşlar haqqında olan bir mətndir və bu mətndə bəzi quşların uça bilmədiyindən danışılır. Məsələn, pinqvinlərin, dəvə quşların. Biz bu mətndə nə kimi müddəa çıxara bilərik? Bəzi quşların qanadları olsa da onlar uça bilmirlər. Bəs yaxşı, mətndən bunu hansı faktla dəqiqləşdirə bilərik? Məsələn, mətndə əgər pinqvinlər haqqında danışılırsa, yazacağıq ki, pinqvinlərin uçma qabiliyyəti yoxdur. Həmçinin dəvə quşuların uçma qabiliyyəti yoxdur. Yəni biz müddəanı heç vaxt konkret şəkildə mətndən götürə bilmərik. Ümumiləşdirilmiş bir fikir olmalıdır. Əgər siz də bu tipli belə deyək, mövzularla tanış olmaq istəyirsinizsə, o zaman kanalımıza abunə olmağı və videoları bəyənməyi unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.